Məktəbin həyəti hər gün eyni idi, amma o gün fərqli başladı. Zəng çalınandan sonra uşaqlar çölə çıxdılar. Ayaqlarının altında xırda kağızlar, plastik qapaqlar vardı. Heç kim bir söz demədi. Sadəcə baxdılar və anladılar. Bunu kim atıb? Kimsə astadan soruşdu. Bilmirəm, deyə bir başqası cavab verdi. Amma indi buradadır. Biri əyildi, ardınca başqaları. Zibil yığılırdı, amma səs-küy yox idi. Sanki hamı eyni fikri eyni anda düşünmüşdü. Bir az sonra ağacın dibinə su töküldü. Qırılmış budaq kənara çəkildi. Bu iş tapşırıq deyildi. Bu, öyrənilmiş bir davranış idi. Dərsdən sonra uşaqların masalarının üzərinə sadə amma dəyərli bir kağız qoyuldu. Təltifnamə. Uşaqlar sevindi. O sevinç təkcə kağıza görə deyildi. Doğru bir işi etdiklərini bilirdilər. Axşam evdə təltifnamələr diqqətlə açıldı. Valideynlər oxudu, gülümsədi, bəziləri səssizcə qürurlandı. Kiçik bir davranışın böyük bir dəyərə çevrildiyini gördülər. O gündən sonra diqqət davam etdi. Məktəbdə, küçədə, evdə. Çünki bəzən bir günün içində öyrənilən dərs ömür boyu insanla qalır.